2000 manatlıq iş var yoldaşlar. Mən sizə 2000 manatlıq işlərdən çox az bir qismindən bəhs etmək istəyirəm. Bu demək deyil ki, 2000 manatlıq olan işlər elə ancaq bunlardan ibarətdir. Deməli, məsələn, layihə və tender meneceri işi var yoldaşlar. Beynəlxalq inşaat layihələri üzrə 4500 min manatlıq bir işdir. 30-45 yaşlı uşaqlar üçündür. Bakıdadır bu iş. Kim olmalısınız? Tikinti sektorunda layihə idarə edilməsi və beynəlxalq tenderlərdə iştirak üzrə minimum 5 illik iş təcrübəniz olmalıdır. İngilis dilini mükəmməl bilməlisiniz. Rus dilini də beynəlxalq müqavilələri anlamaya, texniki yazışmalar aparmaya və iclaslarda da sərbəst müzakirə bacarığı səviyyəsində bilməlisiniz. Excel bilməlisiniz. Bundan əlavə 2000 manatdan yuxarı olan işlərdən bir qismində, məsəl üçün, biznes inkişafı və korporativ satış meneceri olaraq 3500 manat civarında olan bir işlə bildirə bilərəm sizin nəzərinizə. 21-60 yaşlı şəxslər üçündür. High-tech şirkətindədir. Bundan əlavə restoran meneceri işi var, Elmlər filialı üzrə La Liga Dining and Lounge-dadır. Burada təxminən siz 2500 manat əmək haqqı üstə gəldə satışdan faizlər də əldə edə bilərsiniz. Burada sizdən tələb olunur, restoran əməliyyatlarının idarə olunmasında bacarıq tələb olunur, ali təhsil tələb olunur yoldaşlar. Bundan əlavə 3000-4000 manat əmək haqqısı olan, üstəgəl əmək haqqının 2 mislinə qədər bonusu olan iş də var. Satış direktor işidir. Filiallar üzrə iş və satış departamentinin direktoru işidir. Elit Lombarddadır. 3 il heç olmasa rəhbər təcrübəniz olmalıdır. Satış və ya filial idarəçiliyi sahəsində. Belə bir variant da mümkündür. Sonra Fulla Modada iş var yoldaşlar. Mağaza administratoru işi 2000 manat civarında bir işdir. Ali təhsilli olmalısınız. 1 ilə kimi iş təcrübəniz, rus və ingilis dilini bilməlisiniz, Word, Excel-i bilməlisiniz. Liderlik və idarəetmə qabiliyyətiniz olmalıdır. Bu və bənzəri digər işlərlə də tanış olmalısınızsa və yaxud da bu işlərə müraciət etməkdə dəstəkləyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur.